Bu Koçaryan nəyinə güvənir və hansı əsasla yenidən gəlib baş nazir olmaq istəyir, mən bunu başa düşə bilmirəm. Məlumunuzdur ki, regionumuzda neçə ildir salamatçılıqdır, sülh şəraiti davam edir. İndi Koçaryan gəlib təzdən aranı qatmaq istəyir, yenə köhnə mutulşik hərəkətlərini davam etmək istəyir. Buna yol verənmərik. Bu Koçaryandır, bu Sarkisyandır, bunlar Pekotunun minadır. Bastıqca partlayırlar. Məndə arada var, dil çəkər gücün deyir. Ölmüşəm mən. Ölüb onlar. Əllərindən gələn ancaq dalımcan danışırlar. Koçaryan o günü baxıram ki, işə müsahibə verir ki, Paşinyan bu ölkənin axırına çıxır. Sən nə qarırsan deyə görək. 30 ildə sizin bu işğalçı siyasətinizdən başqa bu xalq bir xeyir görmüyor. Axırda nə oldu? İlham Əliyev gəldi, elə bir ki, meyduza qoydu. Mən baş nazir olanda çox yox, Qarabağa getdim, bircə dəfə getdim. Bircə dəfə getdim, o da dədəmlə əmlə əmrim burundan gəldi. Müharibə vaxtı birinizi tapanmadım. İndi arası altına bir maşın qoyub gendroz gəzib müxalifətçilik eləyirlər. Ay Levon, ay Sarkis, ay Yan, laf mən olmuyor, gəlin siz olun. Güya nə qayıracaqsınız? Qarşıda İlham Əliyev var, Rast ki, ölümüz çatıb, gəlin gedin. İndi gene mən müharibədə biraz tapa-tupazada dözdüm deyil, həbis ki, sürgənzadına razı oldum. Olmasaydım, özünüz bilirsiniz, vəziyyət nətər idi. Çıxardınız da İlham Əliyevin qarşısına. Müharibə vaxtı mən xəbər göndərdim Sarkisyana ki, gəl, Tuxun Sadıq get tapa. O adamı şanın deşiğine dartıb çıxarda bilməmişdilər. Gizlənmişdi.